Bəzən amputasiya, yəni ki, ən son anda çıxış yolu olur. Bu çıxış yolunu təbii ki, xəstələr və ya heç bir adam yəni qəbul edə bilmir. Bu xəstəmizdə 6 ay bundan öncə qoyulan bir diaqnoz ki, ayağın sağalması mümkün deyil və amputasiya olunmalıdır. Onunla razılaşmayıb və 6 ay ərzində bir çox klinikalarda müalicə olunub, bir barmaq, iki barmaq və ya metatarzal, yəni əməliyyat oluna nəticədə yəni həm sağlamlığından olmuş olur, həm də ki, deyək, vaxt itkisi 6 ay və 6 ay məşəqqətli bu deyək ki, zülüm davam edir. Sözsüz yenidən xəstə müraciət edib və biz amputasiya əməliyyatını icra etmişik. Ağır bir vəziyyətdən şükür ki, bugün tam normal vəziyyətə gəlib çıxmışıq. Xəstəmizi artıq evə yaza bilirik.